Salam hörmətli izləyicilər, yeni bir video ilə qarşınızdayıq. Bu videoda sizlərə sosial pensiyaların artımı ilə bağlı son məlumatları çatdıracağıq. Sosial pensiyalar bu tarixdən artırılacaq və nə qədər artırılacaq? Ətraflı şəkildə məlumat verəcək hörmətli izləyicilər. Videoya keçməzdən öncə bu videonu mütləq bəyənin ki, video daha çox insana çatsın. Eyni zamanda kanalımıza mütləq abunə olun ki, biz növbəti dəfə video paylaşdığımız zaman sizə dərhal bildiriş gəlsin. Bəli hörmətli izləyicilər, Azərbaycanda 220 manat yaşa görə verilən sosial müavinət pensiyada adlandırmaq olar bunu. Həmin müavinət artırılacaq hörmətli izləyicilər. İyul ayından etibarən artım gözlənilir bu sosial müavinətdə. 220 manat yaşa görə verilən müavinət bilirsiniz ki, Azərbaycanda əmək pensiyası almayan vətəndaşlara verilir. Azərbaycanda əmək pensiyası almayan vətəndaşlar pensiya yaşına çatdığı zaman əgər müəyyən dərəcədə pensiya kapitalı toplamayıbsa və ya 25 il stajı yoxdursa, onlara yaşa görə dövlət tərəfindən sosial müavinət təyin olunur. Bu müavinətin məbləği isə 220 manatdır. Bu müavinət sonuncu dəfə 2024-cü ildə artırılmışdı və 40 manat miqdarında artım olmuşdu. Əvvəlki məbləği 180 manat təşkil edirdi. Ondan daha əvvəl isə 150 manat miqdarında müavinət təyin olunurdu vətəndaşlara. 2024-cü ildən isə 180 manatdan 220 manata qaldırıldı bu müavinət və bu müavinət artıq 2 ildir ki, artırılmır. Ötən ilin 2025-ci ilin iyul ayında bir sıra müavinətlər, təqaüdlər, pensiyalar artırılmışdı və 2026-cı ilin iyul ayından etibarən bəzi müavinət, təqaüd və pensiyaların da artımı gözlənilir. 220 manat yaşa görə verilən sosial pensiyanın iyul ayından etibarən artırılması gözlənilir. İyul ayının 1-də ünvanlı sosial yardım və bir sıra digər təqaüd və sosial yardımlarda artımların olması gözlənilir ki, 220 manat yaşa görə verilən sosial pensiyanın artımı yay aylarına təsadüf edəcək hörmətli izləyicilər. Daha əvvəl bununla bağlı video paylaşmışdıq. Hətta aprel ayından da bu barədə müzakirələr aparılacağını və aprel ayından da artımların oluna biləcəyini sizlərə bildirmişdik. Ancaq indi yeni məlumatlara əsasən Azərbaycanda 220 manat yaşa görə verilən sosial müavinətin artımı iyul ayının 1-dən ola bilər. Çünki iyul ayının 1-dən etibarən dediyim kimi bir sıra təqaüd və sosial müavinətlərdə artım qeydə alınacaq. 220 manat yaşa görə verilən sosial müavinətin də iyul ayından etibarən artırılması gözlənilir. Hörmətli izləyicilər, qeyd edim ki, Azərbaycanda hazırki pensiya kapitalı 42-44 min manat təşkil edir. Yəni bu məbləğdə pensiya kapitalı toplayan vətəndaşlar və ya 25 il stajı olan vətəndaşlar Azərbaycanda əmək pensiyası ala bilir. Ancaq 42 min manatdan az pensiya kapitalı toplayan vətəndaşlar və ya 25 il stajı olmayan vətəndaşlar Azərbaycanda 220 manat yaşa görə müavinətlə kifayətlənməli olur. Azərbaycanda hazırda pensiya yaşı isə xanımlarda və bəylərdə bərabərdir. Daha əvvəl Azərbaycanda xanımlar üçün pensiya yaşı 63 yaş, ötən il 64 yaş və bu il isə 65 yaş təyin olunub. Yəni Azərbaycanda kişilərlə xanımların pensiya yaşı bərabərləşdirilib, 65 yaşa çatdırılıb hörmətli izləyicilər. Pensiya yaşının azaldılması ilə bağlı da yeni məlumatlar var. Bunu da sizlərə növbəti videolarda ətraflı şəkildə paylaşacağıq. Azərbaycanda pensiya yaşı da aşağı endirilə bilər. 65 yaşdan 60 yaşa endirilə bilər. Təbii ki, bu bəzi kateqoriyalı vətəndaşlar üçün keçərli olacaq, ancaq yenə də bununla bağlı növbəti videolarda daha ətraflı sizlərə məlumat verəcəyik. Bu videomuz yekunlaşır hörmətli izləyicilər. Azərbaycanda 220 manat yaşa görə verilən sosial pensiya 220 manat iyul ayının 1-dən etibarən artırıla bilər. Bununla bağlı yeni videolar da paylaşacağıq sizlərlə. Odur ki, videolarımızı qaçırmamaq üçün bu videonu mütləq bəyənin ki, video daha çox insanın qarşısına çıxsın. Eyni zamanda kanalımıza mütləq abunə olun ki, biz növbəti dəfə video paylaşdığımız zaman sizə dərhal bildiriş gəlsin. Növbəti videoda görüşmək ümidi ilə.